Ötən gün Torpaq çərşənbəsində 6 nəfər tonqalda xəsarət alma ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib. Bu barədə təbibdən məlumat verilib. Bildirilib ki, ötən gün saat 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub. Çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alan 8 yaşlı, az yaşlı, hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki yanıq mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı az yaşlılar isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 az yaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb.